Deməli, mövzumuz əvəzlikdir. Əvəzlik o birisi nitq hissələrindən fərqli olaraq xüsusi bir suala malik deyil, özünün xüsusi bir sualı yoxdur. Və əvəzlik digər nitq hissələri kimi quruluşuna görə sadə, düzəltmə, mürəkkəb olaraq 3 tür olur və yalnız əsas nitq hissələrini əvəz edir. Əsas nitq hissələrini, hamısını deyil, sadəcə əsas nitq hissələrini əvəz edir. Özünün xüsusi sualı yoxdur, amma bir də bir şey var ki, bütün sualların hamısı, yəni bütün nitq hissələrinin, sualların hamısı nitq hissəsi olaraq əvəzlikdir. Sadəcə bu nitq hissəsinin düzəltmə, quruluşuna görə düzəltmə olanı sifətdəki kimi, isimdəki, feildəki kimi geniş şəkilçilərlə düzəlmir. Müəyyən bir şəkilçilər var, onlar da növləri izah elədikcə izah eləyəcəm bir. Birinci şəxs əvəzliyinə baxırıq. Şəxs əvəzliyi əsasən ism əvəz edir, ismin yerində işlənir və cümlədə əsasən mübtəda, tamamlıq və xəbər olur. Şəxs əvəzlikləri hansılardır? Mən, sən, o, biz, siz və onlar əvəzlikləri. Deməli, buradan gördüyümüz kimi o əvəzliyi var ki, o şəxs əvəzliyi əvəzlik daxili amonimdir. Həm şəxs əvəzliyidir, həm işarə əvəzliyidir. Biz isə həm isim kimi, həm əvəzlik kimi amonimlik təşkil edir. İsmin yerində necə işlənir? Məsəl üçün, deyirəm ki, sən dərsini oxu. Buradakı sən kimdir? Qarşımdakı hər hansısa bir şəxs. Məsəl üçün, deyək ki, Raul, Əli, Vəli, hər hansısa bir şəxs. Burada nə etmişik? Raul dərsini oxu əvəzinə birbaşa sən deyə müraciət eləmişik. İsm əvəz eləmiş olacaq. Və yaxud da deyirəm ki, hər yerdə bizi axtarırlar. Buradakı bizi nədir? Yəni, sən və mən deyək ki, eşqini və əlini axtarırlar. Yəni, orada nə deyirik? Bizi axtarırlar. Biz də yenə ism əvəz eləyən bir əvəzlik olmuş oldu. Və quruluşuna görə bütün şəxs əvəzliklərin hamısı sadədir. Belə, şəxs əvəzlikləri normalda deyirik ki, cümlədə təyin olmur. Mübtəda olur, tamamlıq olur, xəbər olur. Amma hansı halda təyin ola bilər? O halda ki, özü qoşma qəbul eləyər. Məsəl üçün, deyirəm ki, Əli də sənin kimi insandır. Burada artıq nə olmuş olacaq? Necə insandır? Sənin kimi. Və şəxs əvəzliyi nədir? Qoşma qəbul etdi, cümlənin təyini oldu. Və yaxud da Əli də sənin kimi oxuyur dedikdə isə artıq, oxuyur dedikdə feilə aid olduğu üçün nə olmuş olacaq? Zərflik olmuş olacaq. Demək ki, şəxs əvəzliyi müstəqil şəkildə mübtəda, tamamlıq, xəbər olur. Qoşmalarla işləndikdə isə həm təyin, həm də zərflik ola bilir. Bu bizim şəxs əvəzliklərimiz. Bundan başqa nə var? Şəxs əvəzliklərlə bağlı düşən suallarda çaşdırıcı məqam, siz, biz kimi əvəzliklər yerlik hal şəkilçisi, yönlük hal şəkilçisi, çıxışlıq hal şəkilçisi qəbul edərək yerinə görə həm tamamlıq, yerinə görə həm də yer zərfliyi ola bilir. Məsəl üçün, deyirəm ki, kitabı bizə gətirdilər. Bizə deyəndə burada həm yer anlayışı bildirə bilər. Haraya gətirdilər, yəni bizim evə gətirdilər anlamında. Həm də şəxs kimi düşünülə bilər, yəni insan kimi ki, kimə gətirdilər, kimə sualında cavab verə bilər və nə olmuş olar? Cümlədə tamamlıq olmuş olar. Sizdə qonaqlıq var. Deyəndə isə artıq, baxın, sizdə qonaqlıq var. Deyəndə isə artıq bu mütləq şəkildə nə olmuş olur? Yer zərfliyi olur. Niyə görə? Çünki şəxs olaraq götürə bilmirik də. Kim gəlib, kiminçi ilə oturub qonaqlıq veriləcək ki. O məsələdə diqqətli olmaq lazımdır. Dövlət imtahanında da düşmüş sual tipidir. Dimdə də bu sualla, yəni bu tip suallarla qarşılaşırıq. Sonra keçirik ikinci işarə əvəzlikləri. İşarə əvəzlikləri də quruluşuna görə yalnız sadə olur. O, bu, elə, belə və həmin əvəzlikləri. Onu bayaq gördük ki, şəxs əvəzliyi kimi işlənir. Bu əvəzliyi hər halükarda nə olur?
işarə əvəzliyi olur. İsmi də əvəz etsə, sifəti də əvəz etsə. İşarə əvəzlikləri əsasən sifəti əvəz edirlər. Sifətin yerində işlənirlər. Amma təbii ki, biz başqa şeylər də görə bilirik. Çıxacaq indi qarşımıza. Elə və belə əvəzlikləri hər ikisi amonimdir. Həm əvəzlik kimi işlənir, həm ədat kimi işlənir. Elə əvəzliyi yerinə görə həm də feil kimi işlənir. Eləmə feili var. Həmin də ki, təbii ki, yalnız işarə əvəzliyidir. İndi baxaq. O və bu əvəzlikləri, bu. Əgər ismi əvəz edərsə, cümlədə mübtəda olarsa, özündən sonra vergül qoyulur. Əgər o və bu əvəzlikləri cümlədə sifəti əvəz edərsə və yaxud da sayı əvəz edərsə, belə deyək, nə olur? Cümlədə əsasən təyin olur və bu zaman nə olur? Vergülsüz işlənmiş olur. Vergülsüz. İndi baxaq bunlarla bağlı. Deyirəm ki, o yaxşı insandır. Burada insandır kim? O necə insandır? Yaxşı. O cümlədə mübtəda olduğu üçün özündən sonra vergül qoyulur. Bu məktəb binasıdır dedikdə isə məktəb binasıdır xəbər nə? Bu mübtədadır, özündən sonra vergül qoyulmuş olur. İndi burada bir məsələyə diqqət çəkirik uşaqlar. O əvəzliyi ismi əvəz etdikdə olacaq şəxs əvəzliyi. O əvəzliyi sifəti və ya sayı əvəz etdikdə olacaq işarə əvəzliyi. Amma bu əvəzliyi ismi əvəz etdikdə də sifəti sayı əvəz etdikdə də nə olacaq? İşarə əvəzliyi. Ona görə bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Bəzi hallarda test salınır, deyir hansı cümlədə işarə əvəzliyindən sonra vergül düzgün qoyulmuşdur. Baxın, belə deyək ki, 2 dənə variant var. Şagird baxacaq ki, burada o mübtədadır, vergül qoyulub, bu da mübtədadır, bəli, vergül qoyulub. 2 dənə cavab çıxır müəllim. Amma 2 dənə cavab çıxmır. Niyə? Çünki cavab bu olacaq. Çünki burada artıq işarə əvəzliyi soruşduğu üçün biz bu cavabı götürməyəcəyik. Çünki bu cavabda işlənən əvəzlik şəxs əvəzliyidir. Çox diqqətli olmaq lazımdır burada. Demək, o və bu cümlədə mübtəda olarsa özündən sonra vergül qoyulur. O və bu cümlədə mübtəda deyilsə özündən sonra vergül qoyulmur. İndi baxacağıq. Əgər mübtəda olsa belə, odan budan sonra köməkçi nitq hissələri gələrsə, özündən sonra feil gələrsə və özündən sonra əvəzlik gələrsə, nə olacaq? Vergülsüz işlənəcək. Vergül qoyulmayacaq. Deyək ki, o mübtədadır, amma özündən sonra feil gəlibdir. Məsəl üçün, o oxuyur. Oxuyur kim? O. Amma vergül qoyulmayacaq. Düzdürmü? Köməkçi nitq hissəsi. Bu da yaxşı oxuyur. Baxın, bu cümlədə oxuyur kim? Bu mübtədadır, amma vergül yoxdur. Niyə? Çünki özündən sonra bağlayıcı gəlib. Bu mənim dostumdur cümləsində də mənim dostumdur 3-cü növ kim? Bu. Amma vergül qoyulmayacaq. Niyə? Çünki özündən sonra əvəzlik gəlibdir. Diqqətli olmaq lazımdır. İndi köməkçi nitq hissələrindən modal sözlər və nida istisnadır. Feillərdən feili sifət istisnadır ki, əgər bunlar cümlədə o və bu mübtədadırsa, ondan sonra gələrsə vergül qoyulacaq. Çünki vergül qoyulmasa, burada müəyyən bir qarışıqlıq yaranmış olur. O gələn qonaqları qarşıladı. Bax, burada vergül qoyulmazsa, hansı gələn qonağı sualına da cavab verə bilər? Kim gələn qonağı qarşıladı? Kim sualına da cavab verə bilər? Ona görə burada vergül qoymalıyıq ki, fikir qarışmasın. Qarşıladı kim? O, kimi, qonağı, hansı qonağı? Gələn qonağı. Bir bu. Bir də deyirəm ki, məsəl üçün, bu əsasən səhərlər oxuyur. Gördünüzmü? Burada da nə olacaq? Modal sözün özünün xüsusiyyətidir ki, cümlənin ortasında gəldikdə hər iki tərəfindən vergül qoyulmuş olur. Və yaxud da o, ay aman, nə dəhşət adamdır. Ay aman, vergül, nə dəhşət adamdır. Bax, burada da deyək ki, nida gəlmiş oldu. Və nə gördük biz? Nida da cümlənin ortasında işləndikdə modal söz kimi hər iki tərəfindən vergül qoyulurdu. Burada da diqqətli olmaq lazımdır. O'dan budan sonra vergülün qoyulması.
Keçdik elə və belə əvəzliklərinə. Elə və belə uşaqlar həm sifət əvəz eləyə bilirlər, həm zərf əvəz edə bilirlər. Yerinə görə sifət əvəz etdikdə özündən sonra gələn ismə aid olurlar. Məsəl üçün deyir ki, elə insanlara güvənmə. Kimə güvənmə? İnsanlara. Necə insanlara? Elə insanlara. Bax, bir suala cavab verdi. Necə sualına cavab verdi? Necə insanlara? Elə insanlara. Zərf əvəz eləyəndə necə olmuş olacaq? Deyirəm ki, mənimlə belə danışma. Baxın, danışma. Nə tərzdə danışmayım? Belə. Gördünüz mü? Yüksək səslə danışma. Hər hansı bir zərf əvəz eləmiş oldu. Deməli, elə və belə əvəzliklərindən sonra feil gəldikdə əvəz eləyəcək zərfi, ad gəldikdə, isim gəldikdə əvəz eləyəcək sifəti. İndi elə və belə əvəzlikləri bəzi hallarda nə olmuş olur? İsmi də əvəz eləyə bilir. Deyək ki, necə olur? Cəm mənsubiyyət qəbul eləyir. Deyirəm ki, beləsinə nə deyəsən? Beləsinə nə deyəsən? Kimə? Beləsinə. Elə adamlara yaxınlaşma əvəzinə deyir ki, elələrinə yaxınlaşma. Düzdürmü? Yaxınlaşma kimə? Elələrinə. Demək ki, elə və belə əvəzlikdə neynədir? İsimləşmiş oldu. Elələrimiz də var ki, millət üçün can qoyuruq. Kim var? Elələrimiz. Yəni, demək ki, birinci şəxsə görə də dəyişə bilir, ikinci şəxsə də görə dəyişə bilir, üçüncü şəxsə də. Yəni, ismi əvəz eləyə bilir. Elə və belə əvəzlikləri. Bəs elə əvəzliyi nə zaman ədat ola bilir? Necə olsun əvəzliklə qarışdırmayan? Cümlədə heç bir suala cavab verə bilmir. Cümlədən çıxartacaq belə bir problem olmamış olur. Yəni, məsəl üçün deyirəm ki, ədat kimi işləndikdə elə içəri girdim ki, işıq söndü. Bax, işıq nə zaman söndü? İçəri girdim. İçəri girəndə bu tabeli mürəkkəb cümlə təbii ki. Bu elə burada nə işə yarayır? Sadəcə qüvvətləndirmə var. İçəri girdim ki, işıq söndü. Elə içəri girdim ki, işıq söndü. Elə sənə zəng etmişdim ki, atan götürdü. Elə çölə çıxmışdım ki, yağış başladı. Bax, buradakı elə heç bir işə yaramır. Sadəcə cümlənin, belə deyim, təsir gücünü artıran bir ədat olmuş olur. Burada da diqqətli olmaq lazımdır. Keçirik əvəzliyin növbəti məna növünə. Hansı məna növüdür? Qeyri müəyyən əvəzliklər. Qeyri müəyyən əvəzliklər nədir? Şəxs əvəzliyi kimi əsasən ism əvəz edir. Cümlədə əsasən mübtəda, tamamlıq və xəbər olur. Əsasən. Baxaq görək hansı qeyri-müəyyən əvəzliklər var. Bəzi və hamı. Bunlar quruluşuna görə sadə əvəzliklərdir. Bəzi əvəzliyi ismin şəkilçilərini qəbul etmədikdə əsasən sifət əvəz eləyir. Qeyri-müəyyən olsa da sifətin xüsusiyyətini daşıyır. Bəzi insanlara deyəcək sözlərim var. Hansı insanlara? Bəzi. Amma burada əvəzliyi əvəz etməsi, yəni əvəz olması üçün, əvəzlik olması üçün, ismi əvəz etməsi üçün belə olacaq. Bəzilərini dəvət etmədim. Kimi? Bəzilərini. Yəni bəzi insanlar. Artıq burada nə olmuş olacaq? Tamamlıq və tam qeyri-müəyyənlik olur. Yəni tam ismi əvəz eləyir. Şəkilçi qəbul etmədikdə əsasən sifət əvəz eləmiş olur. Quruluşuna görə sadə oldu. Sonra nə var? Biri, birisi, kimi, kimisi, hərdən hərə düzəlir, hərdən hərə düzəlir, kimsə və nəsə əvəzlikləri də qeyri-müəyyəndir və quruluşuna görə necədir? Düzəltmədir. Qeyri-müəyyən o deməkdir ki, qeyri-müəyyənlik bildirir. Burada dəqiq bir şəxsi bildirmək yoxdur. Məsəl üçün deyirəm ki, İsmail kimsə səni axtarır. İsmail nə biləcək ki, kimsə kimdir? Deyəcək ki, bildim o kimsədir. O kimsəni tanıyıram. Narahat olma, sonra görüşəcəm. Deyə bilməyəcək. Niyə görə? Çünki kimsə deyəndə bilmir kim olduğunu. Və yaxud da biri səni axtarırdı. Bilmir yaxud biri kimdir. Ona görə bunlar nə sayılmış olur? Qeyri-müəyyən əvəzlik sayılır. Çünki qeyri-müəyyənlik bildirir. Əşya və şəxs olsun, fərqi yoxdur. Dəqiqlik yoxdur. Bax, deyirəm ki, nəsə yadımdan çıxıb evdə qalıb. O nəsəni bilmədiyim üçün zaten qeyri-müəyyəndir. Nəsə. Da bilsəydim nəsə olmazdı, deyərdim ki, telefonum evdə qalıb.
O cəhətdən. Bunlar da düzəltmədir. Bir də nə var? Filan kəs, hər kim, hər şey, hər nə və hər kəs. Bunlar mürəkkəbdir. Uşaqlar, buradakı biz həri cümlədə bizdən təyin əvəzlik istəyərkən o təyin əvəzliyin həri ilə qarışdırmırıq. Əgər buradakı sözlərə bitişibsə, bunlarla bərabər işlənibsə, demək ki, bu artıq təyin əvəzlik yox, qeyri-müəyyəndir. Mürəkkəb qeyri-müəyyən əvəzlikdir. Bunun kimi çaşdırıcı bu da var. Heç nə, heç kəs, heç kim. Bəzən ədat istəyəndə inkar ədatı kimi uşaqlar bu heçi götürürlər. Amma heç bunların yanındadırsa, bütövlükdə qeyri-müəyyən əvəzlikdir. Heç kim dərs oxumamışdı. Artıq burada kim demirik, yəni heç kim bütövdür. Niyə görə? Qeyri-müəyyən əvəzlikdə. Yəni istisna haldır ki, köməkçi nitq hissəsi söz yaradıcılığında iştirak edir həm də. Bir də nə var? Kim isə və nə isə. Demək, bu iki məqamda işlənə bilir uşaqlar. Deməli, bu kimsə əvəzliyi vurğu birinci hecaya düşdükdə olacaq kimsə səni axtarır. Yəni kim isə. Vurğu sonda olanda olacaq heç kim. Bura diqqətli qulaq asmaq lazımdır. Baxın. Biri var deyirəm ki, kimsə səni axtarırdı. Axtarır. Bu kimsə nədir? Yəni kim isə birisi səni axtarır. Gördünüz, birisi ilə əvəz eləmək olur yəni. Bu kim isə deməkdir. Bir də var ki, bir kimsə cavab verə bilmədi. Burada nə deməkdir? Bir kimsə cavab verə bilmədi. Vurğu burada, yəni nə deməkdir? Heç kim cavab verə bilmədi. Bir burada sadəcə nədir? Ədatdır. Çaşdırmasın bu sizi. Burada diqqətli olmaq lazımdır. İki məqamda da işlənə bilir. Ondan sonra gəlir uşaqlar növbəti sual əvəzlikləri. Dediyim kimi bütün sualların hamısı, beynimizdə nə qədər sual varsa, hamısı əvəzlikdir. Kim, nə, hara, nə qədər quruluşuna görə mürəkkəb, neçənci quruluşuna görə sadə, kim, neçənci üzr istəyirəm, quruluşuna görə düzəltmə, kim, nə, hara quruluşuna görə necə, sadə deyək ki. İndi buradan nəyə baxacağıq biz? Sual əvəzlikləri odur ki, sual əvəzlikləri digər nitq hissələrlə yanaşı həm feili, həm əvəzliyin özünü də neynir? Əvəz edir. Əvəz edir. Məsəl üçün, deyirəm ki, mən dərs keçirəm cümləsində əvəzliyi necə əvəz eləyəcək? Sual əvəzliyindən. Kim dərs keçir? Və yaxud da mən dərs keçirəmin feili necə əvəz eləyəcək? Mən nə edirəm? Bax, buradakı nə edirəm sual əvəzliyi nə oldu? Keçmək feilini əvəz etmiş oldu. Burada isə kim neynədi? Şəxs əvəzliyini əvəz etmiş oldu. Sual əvəzlikləri də budur. Diqqətli olmaq lazımdır. Ən sonda gəlir təyin əvəzliklər. Təyin əvəzliklər quruluşuna görə yalnız sadə olur. Təyin əvəzliklər hər, bütün, filan, öz və eyni əvəzlikləridir. Uşaqlar, heç biri birbaşa hallanmır. Heç biri birbaşa hallanmır. Və bunlar cümlədə bu formada yalnız nə olurlar? Təyin olurlar. Təyin. Amma keçirik bu birisi vəziyyətdə mənsubiyyət qəbul edir öz əvəzliyi. Öz əvəzliyi keçmiş vaxtlarda qayıdış əvəzliyi sayılırdı. İngiliscəsində də deyəsən qayıdış əvəzliklər deyilir bunlara. Yanlış da bilə bilərəm. Öz əvəzliyi mənsubiyyəti qəbul edir bütün şəxslər üzrə. Mənim özüm, sənin özün, onun özü. Bizim özümüz, sizin özünüz, onların özü və yaxud da özləri. Baxın,
Bu formada mənsubiyyət qəbul edəndən sonra öz əvəzliyi artıq əvəz eləyəcək ismi. Və cümlədə mübtəda da olacaq, tamamlıq da olacaq. Özüm bu işin öhdəsindən gələcəm. Özləri günahkardırlar. Günahkardırlar. Kim? Özləri mübtəda olmuş oldu. Və yaxud da deyirəm ki, özümü bu işdə günahkar bilirəm. Kimi günahkar bilirəm? Özümü. Artıq nə olmuş oldu? Tamamlıq olmuş oldu. Yəni buna diqqət eləmək lazımdır. Diqqət eləmək lazımdır. Və eyni əvəzlikdə həmçinin. Eyni əşyalardan məndə də var. Bir də deyirəm nə? Eynisindən məndə də var. Nə var? Kimdə var? Məndə. Nədən? Eynisindən. Artıq nə olmuş oldu? Nədən sualına cavab verdiyi üçün bu eyni əvəzliyi də ismi əvəz eləyə bildi və öz əvəzliyinə bənzədi. Belə uşaqlar, bunlar əvəzliyin məna növləri. Növbəti dərslərdə görüşmək ümidi ilə.